hoş gördük. Aziz konferans iştirakçıları, hürmetli qonaqlar. Biz bugün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Ekoloji Təmiz Dünya naminə icmaları maliyyələndirməsi və davamlılığın təşkili layihəsinin son hesabat vermə konferansındayıq. Sizi bu bizimlə əməkdaşlıq çərçivəsində bugünkü görüşdə bir daha salamlayıram və sizə təşəkkür edirəm. Birbaşa bu ifadəni vurgulayım ki, layihə icra etdiyimiz layihə dövlət layihəsidir və dövlətin icmalarda görülən siyasətinin, fəaliyyətinin bir hissəsi hesab edilir. Biz bugünə qədər bir ay tam fəaliyyətlər ayı oldu, bir ay yarım biz gərgin şəkildə icma görüşləri və təlimləri keçirdik. Yəni, böyük məsuliyyətlə bu işə yanaşdıq. Deyim ki, bir ildir artıq bu layihənin rəsibar icmalarında icra olunması üçün biz Fox Group görüşləri keçirmişik. Bir ildir müəyyən araşdırmalar apardıq. Digər kənd icmalarında bu işlərin təşkiliyyə maraqlandıq və gözlərimizdə yox, digər rayonlarla maraqlandıq. Və bu fəaliyyətin sonunda biz nəyi necə edəcəyik, o məsələlərdən maraqlandıq, o nəyi necə etmək olur ki, biz hər hansı bir fəaliyyəti etdik, gətirdik digər bir tərəfdə, orada da ekoloji problem yaratmayaq deyə onu sonlandıraq, son akıllı bir fəaliyyət icra olunsun bizim icmaların, sosial həyatında iş görən MMC tərəfdən. Yəni, biz bu işlərə cəhd elədik, şükürlər olsun ki, belə deyək, nəzəri tərəfdən heç bir problemimiz yoxdur. Həm rayon icra hakimiyyəti başçısı, Tayyip müəllimin böyük dəstəyi oldu bizim bu layihənin icrasında. Sizin böyük dəstəyiniz oldu. Əman xanım, təşəkkür edirəm sizə. Hər an nə lazım oldusa zəng etdik, geri dönüş müsbət gəldi. Bu da bir qeyri-hökumət təşkilatı sədri kimi və bir layihə rəhbəri kimi böyük şükranlıq hissidir. Mən də bunu keçirirəm və digər. Yəni, hamınıza bir daha təşəkkür edirəm ki, bizim yanımızda olduğunuz layihə müddətində və burada da aydın görünür ki, icra nümayəndəsi və bələdiyyələrin belə toplu şəkildə burada iştirakı bu məsələnin həm aktuallığını, həm də aktual məsələyə sizin münasibətinizin nə qədər ciddi olduğunu göstərir. Biz Fox qruplarla görüşü keçiriləndə deyim ki, digər icma rəhbərləri də burada oturur. Onlar düşünməsin ki, nədən bu 8 kənd götürüldü. Adətən, qeyri-hökumət təşkilatı hər hansı bir fəaliyyət icra edəndə bütünlüklə əhatə edə bilməz. Təbii ki, biz burada böyük bir icmanın bir qismini, bir segmentini işləməliydik. Çünki layihənin güc imkanları daxilində bunu etmək mümkündür. Biz Əminkənd Bələdiyyəsinin və icra nümayəndəsinin açıq deyim ki, xahişi ilə bu təşəbbüsü icra eləməyə qalxdıq. Çünki bir dəfə rastlaşdıq və onların hansı gərgin bir iş şəraitində olduğunu mən də şahid oldum və orada Sakit müəllimlə, Qədir müəllimlə bu məsələni müzakirə elədik və nədən də etməyək deyə o fikri öz-özlüyündə yaratdım və davamlı olaraq rəhbərliklə danışdıq, o layihəni hazırladıq və bir il müddətində artıq o məsələ real bir layihə şəklində meydana gəldi və biz bu layihənin bayaq nəzəri tərəfini icra etdik. Hal-hazırda MMC-nin qeydiyyat mərhələsidir. MMC qeydiyyatdan keçiriləcək və növbəti aydan artıq müqavilə sənədləri də bizdə hazırdır, sözləşmə sənədləri və o sənədlər sizlərə təqdim olunacaq. Necə ki, icma görüşlərində deyildiyi kimi, həmin müqavilə sənədləri imzalanandan dərhal sonra artıq biz biləcəyik ki, filan qədər bizim artıq benefisiarımız və müştərimiz var, müraciətçimiz var, necə adlandırsaq gələcəkdə biz o fəaliyyətlərə başlayacaq. Biz icmalar, əslində bu təlim müddətində seçim namizədinin olmasını keçirin təlimlərə. Biz 5 təlim keçirdik. Bu, yenə də Əminkənd Bələdiyyəsi ərazisində icra olundu. Bu təlimlər keçirən adlarla gedim, bunlar icma görüşlərdir. Və baxın, yəni biz müəyyən bir fəaliyyət
söyləndirər. Onlar gələcəkdə fəaliyyət göstərəcək ekibin, yəni bir komandanın hərəkət verici qüvvəsi olacaqlar. Yəni onlar düşünürük ki, belə bir fəaliyyət var da, təlimçinin təlimçisi anlayışı da var. Artıq onlar bir təlimçi yox, artıq onlar hər biri o təlimləri keçə biləcək insanlar halındadır. Bu öz yerində təlim materialları, deməli, təlimin mövzuları fərqli idi. Çünki niyə fərqli mövzular qoyuldu? Burada təşkilatlanmadan tutmuş MMC-nin idarə olunması, məişət tullantılarının daşınması, emisiya qazları haqqında ətraf mühitin abadlaşdırılması, yəni bu məsələlərin hamısı o 5 təlimdə geniş şəkildə əhatə olundu və bundan başqa biz icma görüşləri keçirdik. Yəni, böyük icmalar da Ağarkənd icmasında 2 böyük görüşümüz oldu və o icmanın içərisində həm tam rahat bir qismin şahid olduq, həm də biraz ondan fərqli hadisələrə o qədər də adekvat getməyən deməli, insanlarla görüşdük. Bu, həmişə belə olur, cəmiyyət nə qədər var, bu da belə olacaq, yəni fikirlər eyni şəkildə insana adekvat olaraq qayıtmır. Amma çox maraqlıdır ki, birinci icma görüşündən ikinci icma görüşü sonunda daha çox aktivlik göstərdi və onlar belə çıxır ki, bizim fikrimizi, məqsədimizi birinci anlamadılar, yaxud da ki, bəlkə də bizdəydi günah, biz onlara düzgün çatdırmadıq. Çünki biz o icma ilə ilk görüş anında ətraf bütünlüklə zibillik idi və o ilk iraddan onlar çox agresiya ilə geri qayıtdılar. Çünki özlərinin yanlışını görməkdən bilmirəm, utandılar mı, yəni nədəndirsə çox böyük biz təpki hiss elədik. Amma sonra özləri də anladı ki, o yanlış hərəkət tək özlərinə qarşı yoxdur, dünyaya edilmiş bir yanlışdır. Çünki oturduğumuz məkan da, ev də, yer də hamısı böyük bir dünyadır. Onlar özləri də o qədər belə sevinçlə reaksiya verdilər sonra ki, biri qayıdıb dedi, keçən görüşdə dedi, mən 100 manat ödəyəcəm birinci. Dedi ki, 100 manat lazım deyil. Elə siz illik 36 manat ödənişinizi ödəyin, digər vətəndaşlarla eyni səviyyədə. Yəni, belə bir görüşlərimiz də oldu. Ovçubərədə görüşümüz oldu. Çox yüksək şəkildə insanlarla söhbətimiz oldu və söhbət əsnasında zibillik takdiri, zibillikdən nələrsə, yəni partlayış səsləri gəlirdi. Yəni o da bizim təlimlər haqqında danışdığımız təhlükəli məişət tullantıları var ki, o həmin məişət tullantıları partlayış etdiyi zaman orada olan insanlara necə mənfi təsir göstərə bilər. Yəni, Cürəlidə biz görüş keçirdik. Cürəli insanı çox maraqlı ideyalarla da gəldilər, təkliflərlə də gəldilər. Əskərabadda çox geniş söhbətli bir görüşümüz oldu. O insanlar da çox böyük, belə deyək, dəstəklə bu işi icra etməkdə bizim yanımızda olacaqlarını söylədilər. Bir təşkilat rəhbəri kimi deməzdim, bir insan kimi mənim bütün həyatım boyu da etdiyim fəaliyyətlərdə mənim üçün öncə vətəndaş maraqları, vətəndaşın istəyidir və mən də nə qədər ki, hər hansı bir fəaliyyəti icra edə bilirəmsə, mən çalışacağım ki, insanımıza, öz kəndin insanımıza kömək edə biləcək fəaliyyətlərlə gəlim. Bu, ola bilər ki, bu cür bir fəaliyyətdir. Növbəti ili donorumuz, yəni agentlik, hansı başqa bir təklifi icra edə bilmək şəraiti yaradacaqsa, mən yenə də öz icmamıza töhfə verə biləcək layihə ilə gəlməyə çalışacağam. Yəni, gücüm, qüvvəm nə qədər çatırsa, təşkilat olaraq hər birinizin fəaliyyətinin yanında olmağa mən hazıram. Bir qeyri-hökumət təşkilatı kimi də gücüm nəyə çatacaqsa, hər hansı bir donorla münasibətləri necə quracaqsa, yenə də icmamıza töhfə vermək üzərində qurulacaq işimiz. Düşünürəm ki, mən tərəfdən mübəyyət edim, nəzəri şəkildə layihəni icra etmişik, indi praktiki fəaliyyət həm işçi qrupundan,
həm MMC-nin rəhbərliyindən, həm də icma liderlərindən və icma rəhbərlərindən asılı olacaq. Biz icma liderləri deyəndə, kəndin rəhbərləri, icmanın rəhbəridirsə, icmanın lideri də mütləq bu rəhbərin yanında olmalıdır. Rəhbər tək başına bir şey edə bilmir, mütləq yerlərdə o icmanın sözü keçən icma liderləri, mütləq rəhbərlərə kömək etməlidir. Bütün görüşlərdə olduğu kimi, dediyimiz kimi bir daha təkrarlayıram ki, biz bu müqavilə sənədlərini mütləq icma liderlərinin köməyinə arxalanaraq eləməliyik. Onları ya dəvət etməliyik, hansısa bir formada biz indi onu da düşünərik. Əslində biz onu danışmışıq icra nümayəndəsi bələdiyyələrlə görüşdə. Bu öz əksini tapıb artıq bizim ümumi fikirlərin içərisində. Mənim layihə haqqında çatdırmaq istədiyim bu qədər. Burada Ləman xanım fikirlərini bildirsin və sonra... Dəyərli həmkarlar, mən sizin hər birinizi bir daha sağlayıram. Partilərimizdə sağlanı çatdıran bir sıkı qəbul və özdə fikirli icra nümayəndələri iştirak edilsinlər. Çünki bu layihənin icra olunmasında bizim həmkarlarımızın çox böyük əməli olur, dəstəyi olur. Natavan xan bayaq dedi ki, bizim icra nümayəndələri artıq təlimçi yetişirlər. Amma xahiş edirəm, bizim həmkarların işləri kifayət qədər çoxdur. Onları bir əlavə iş yükləyindən yüklənir. Təbii ki, ümumiyyətlə layihənin mən başlamasını demək istəyirəm. Faiz müəllim Natavan xan qeyd elədi. Bilirsiniz ki, rayon əhəmiyyətilə, rayonun inkişafına töhfə verən, insanların hüquqlarına hikmət edən istənilən layihəni dəstəkləyir. Və bu formatda, bu konsepsiyada əslində layihələr çox ölkə üzrə nisbət edirik. Amma ki, bu layihə optimallığına görə və eyni zamanda bizim rayonumuzun potensialını və yükünü nəzərə alaraq bu layihənin daha belə deyəkdə önə çıxması və layihənin qəbul olunmasını belə yeklilik təqəsdirlərdə. Layihənin icrasından asılaxlanmışda uğurlar arzu edirəm. Biz bəzi imkan çatdıqda baxa bilirdi. İcra nümayəndələri və icra nümayəndələrindən də əlavə bizim burada tanıdığımız kənd sakinlər var ki, bilirəm ki, bu təşəbbüsdə sizə qoşulur var. Ümumiyyətlə belə deyək də, bir təmizlik imanına gəlir, amma mən məsuliyyətimlə bir şey də demək istəyirəm ki, bu təkcə təmizlik evimizdə, həyətimizdə düşən ziddi təmizləmək deyildir. İnsan birinci xislətindən təmiz gəlməlidir. Birinci ziddi təmiz olmalıdır. Mən həmişə bəzən olur ki, biz kimlərəsə arzu edəndə arzular var ki, o qədər şablon xarakter alıb, amma hikmətini itirməyən bir arzu var da, biz arzu edəndə deyirik ki, can sağlığı və uzun ömür. Və təcrübə göstərir ki, biz insanlara həm də onu arzu edirəm ki, danışanda deyirəm ki, nəinki sağlam səfər, sağlam düşüncə, sağlam əqidə, sağlam qabiliyyət, sağlam fikir, sağlam həyat tərzini arzu edirəm ki, çünki insan nə qədər əhatəsində, ətrafında çox ki, Həzrət Rəhmət Hacı, yəqin ki, yaxşıdırlar, mən üzr istəyirəm, bəlkə çox o barədə danışmağa deyir ki, insan yaşadığı cəmiyyətin insanıdır da, onu dünyaya gətirən valideynlərin yox, valideyn genetik olaraq biz daşıyırıq və sonra təbii ki, o genetik olmalıdır, çünki xislətində göstərirsə, mütləq o genetikanın rolu var, amma onun başladığı cəmiyyətdə həmişə, mən adı deyəm ki, cəmiyyətimiz həmişə sağlam olsun, sağlam durumumuz olsun və bu günləri bizim iş yerlərimiz evimiz qədər dolmalıdır. Çünki biz bəlkə də evdən daha çox iş yerlərdə vaxt etiririk. Və tabii çiyin-çiyinə çalışdıqlarımız, yoldaşlarımız bizim ailə üzvlərimiz qədər doğma olmalıdır. Çünki biz ailədən daha çox, xüsusən mən valideynlərimdən daha çox işlər vaxt keçirirəm. Ona görə biz hər münasibətlər, və dediklərinin bütün hər bir şeydə bizim fəaliyyətimizin, hansı ki, bugün Natavan xanım icra edir, bu layihə bizim fəaliyyətimizin bir hissəsidir. Yəni, sağlam cəmiyyət bu günləri baxın, müqayisə eləsək, biz ölkəmizi başqa bir ölkə ilə, orada əgər bir ölkədə, belə deyək də, barıq qoxusu gəlirsə, bu qoxunu hər bir vətəndaşa alır. Bu, ancaq hansısa bir vətəndaşa zərbə dəyir, mənə dəymir deyə bir şey yox. Bu günlər hansısa bir dövlət əhəmiyyətli qərar qəbul olunursa, onun yaxşı və ya pis fərqi yoxdur, nəticəni deyirəm. Bu nəticədən bütün insanlar qidalanır, bütün insanlar, belə deyək, fayda götürür. Ona görə
nümayəndələri doğrudan mən həmçin istəyirəm ki, çox zəhmətli insanlardır. Çünki sözün əsl mənasında bir kəndin yükünü daşımaq, onun istər belə deyil, bütün cəhətlərdə, bütün istiqamətlərdə yükünü daşımaq çətin məsələdir. Biz bəzən görürük ki, onların fəaliyyəti doğrudan da gözümüzün önündədir və bu layihənin icra olunmasında Bakanlar dedi və onların fəaliyyətini qeyd elədi ki, yaxından iştirak edirlər. Naxçıvan layihələri həmişə belə deyək, rayonun insanlarına, potensialına, inkişafına xidmət edən layihələr olub və inanırıq ki, bu layihədə bəlkə layihələrin dərəcələrini görə götürsək də həyatda pis və yaxşı deyilən bir şey var. O Aristotelin binar nəzəriyyəsi varsa, ya pisdir, ya da yaxşıdır. Amma qeyri-sərişmətlik nəzəriyyəsindən Mütəzadə bu ideyaları dağıtdı və artıq nisbilik nəzəriyyəsi yarandı. O layihələrin içərisində mən deyərdim ki, bəlkə də elə ən gözəl layihələrdən biridir və belə deyil, kulminasiyadır və biz uğurlar arzu edirik. Bir də demək istəyirəm ki, biz həmişə Naxçıvan xanımın yanındayıq. Biz ümumiyyətlə işi ilə, əməli ilə, əqidəsi ilə dövlətimizə, xalqımıza, millətimizə, Çin yoldaşlarına, iş yoldaşlarına, əqidəli yanaşan bütün insanlara həmişə hörmətlə yanaşır. Amma o hörməti insan özü qazanmalıdır. Birinci özü qazanmalıdır ki, onun yolu sənə tərəf gəlsin. Ona görə, əziz məktəblər, mən sizə hamınıza uğurlar arzu edirəm. Naxçıvan sizin fəaliyyətinizə uğurlar arzu edirəm və həm öz adımdan, həm rayon icraatının başçısı hörmətli Fahriyyən Baxmadır. Hər zaman sizin yanınızdayıq, bütün layihələrinizi dəstəkləyirik. Bu layihənin gedişatına açığıdır ki, Naxçıvan xanım bizi üzrə çox təriflədi, amma bizi çox incitmədi də. Niyə? Çünki elə bir komanda ilə işləyirsiniz ki, biz mən deməsəm də sakit müəllim onu eləyəcəm, mən deməsəm də müəllim həmişə yanınızdadır. Amma təbii ki, birlikdə o güc birlikdədir də, yəni biz birlikdə bu çalışanlıq töhfə verəndə bu daha faydalı olur. Hansı ki, ayrı bir ekoloji təmizliyin biz elimizdən götürməli. Biz ən böyük belə deyək, bu pandemiya vaxtındaydı, yadınıza xatırlayırsa ki, pandemiya vaxtında biz o məsələlərin nə qədər əziyyətini çəkdik. Təbii ki, bu xəstəlik kənara qalsın, amma ki, təmizlik işləri ilə bu, yadına da Naxçıvanda poligon məsələləri var idi. Bunlar çox ciddi məsələlərdir. Amma göstərilir və tez bir zaman bu küçəni, yəni belə qınan. Bir müddət keçəndən sonra Nurda xanım yaxşıdır və tələblərlərdir. Bir müddət keçəndən sonra mən gəldim, bəs o küçə ümumi belə də, yəni ümumi rayon küçəsidir. Bu, yəni təkcə yaşayış küçəsi deyil. Mən yaşadığıma görə demiyorum. Mən saatla gözümüzə keçən o küçədə və çox görürəm. Amma o küçədə işıqlanma lazımdır. Bələdiyyə nümayəndələri çox sağ olsunlar. Mən də onlardan bərabər düşdüm. Bir qapı-qapı, hətta bəli deyil ki, bəlkə olsun qonşular, uzaq qonşular, təzə qonşular, böyük insanlar. İnanırsınız ki, həmin vaxtı İqar müəllim şəhər bələdiyyəsi bizdən idi. Həmin vaxtı demək olar ki, 1-2 saatin içərisində kifayət qədər vəsait yığıldı və biz o küçənin işığını çəkdik. Sonra da dedilər ki, Ləman xanım yaşadılır. Amma o küçənin işığı yandı. Amma Ləman xanım deyildi mi? Birlikdə rayonumuzun küçəsidir. Bu cəmiyyət üçün. Ona görə mən hər birinizdən can sağlığı arzu edirəm, sağlam ruh arzu edirəm, sağlam düşüncə arzu edirəm, sağlam səhət arzu edirəm, sağlam əqidə, sağlam iş-güzar münasibətlər arzu edirəm. Naxçıvan xanım, sizə işlərinizə bol-bol uğurlar arzu edirəm. Hər zaman yanınızdayım. Mən onu qeyd edim ki, Naxçıvan xanım nəinki bizim Çin yoldaşımız kimi, həm də mənə yaxın olan doğma insan kimi yanındayım. Həmkarlarımıza bir daha təşəkkür edirik ki, bu ağır gərgin iş yükünün içərisində o Çinləri kifayət qədər belə deyək, yüklə dolu olan insanlardır və bu layihədə də təbii bu layihənin sadəcə olaraq Naxçıvan xanımın layihə kimi yox, onlar kəndi inkişafına töhfə verdiyi üçün təbii ki, mən əminəm ki, onlar daha ürəkdən yanaşırlar və bundan sonra da hər zaman birlikdə çalışacağıq. Ümid edirəm ki, belə problem demək istəmirəm, ingilislər buna məsələ deyirlər. Problem sözü yox, məsələ deyirlər ki, müəyyən məsələlər, hansı ki, həlli çətin olan, asan olan, zaman aparan, müəyyən imkan və potensiallar tələb edən işlərdir ki, onların da həllinə inşallah nail olacaq. Üstünlər ki, heç zaman biz problem sözünü işlətməyək və problemlə rastlaşan bütün məsələləri işlərin dövləsindən öz gücümüz daxildir. Yəni, bu komandayla tədbir ona görə əminəm ki, mən əmin oldum ona. Mən ona əmin oldum. Yəni, o bir
ay yarım müddətində heç kəsdən bir adım geri görmədi. Amma o hədəfə, nəzərdə tutduğumuz hədəfə çatmaq üçün necə edək? Yəni, bu çox gözəl bir, deyirlər ki, nədən bu 8 kəndi? Deyirəm ki, mən bilirdim Kırgızstana, çünki tanıdığım icmaydı, tanımadığım icmada mən onu bəlkə də o cür nəticə ala bilməzdim, amma teşekkür edirəm. Mən düşünürəm ki, bu 8 kənd icmasının seçilməsinin də səbəbi, o sizə deyim ki, mən o icmanı tanıyırdım, icma mənə tanış icmaydı. Mən tanımadığımda, məni də tanımayan icmada bəlkə də o işi o cür rahat başlanğıc kimi qoya bilməzdim. Amma bugün bizim rayon belə deyək, konferansımız bizim işimizin yekun eyni zamanda tanıtımıdır. Biz sizləri də ona görə dəvət etdik ki, bu başlanan təşəbbüs digər kəndlərimizdə də öz əksini tapsın. Yəni, bu şərt deyil ki, mütləq qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi bunu layihə şəklində yerlərə göndərsin. Biz yaratdığımız MMC də şaxələnə bilər və yaxud da ki, həmin ərazilərdə yeni təşəbbüsü icra edəcək şəxslər də, maraqlı şəxslər gələcək, təcrübəni öyrənəcək və yeni MMC də yarana bilər, onlar da o işləri görə bilər. Bizim layihə bitdikdən sonra, yəni yəqin ki, paneldə görürsünüz, davamlılıq. Hər bir layihənin davamlılığı şərtdir. Layihə davamlılığı təmin edə bilmirsə, ona xərclənən, istər donorun xərci, istər ona sərf edilmiş əmək heçdir. Siz əməyi kimi bir şeydir. Danışdıq, çıxdıq, getdik. Amma mütləq davamlılıq. Davamlılıq da bizdə layihədə MMC-nin təşkil olunmasıdır. Bu barədə mən düşünürəm ki, yəqin Qədir bəy də, Miralim bəy də, düzdür, rəsmiyyətdə mən adını axtaranda başqa adla çıxdı qarşıma, amma biz hamımız bütün 105-110 minlik əhali və yaxud da ki, digər icmalar, böyük insan kütləsi sizi elə o cür tanıyır. Bizim üçün siz o cür bir insansınız, dəyərli bir insansınız. Eyni zamanda ağsaqqalımızsınız və arzu edirik ki, siz görəcəyimiz gələcəkdəki işlər haqqında digər yoldaşlara motivasiya olacaq bir kəlmə sözünüzü deyərdi, sonra Qədir bəy, Hikmət bəy fikirlərini davam edir. Çox hörmətli qanunçular. İlk öncə bütün qanunlar iştirakçılarına çünki belə bir şəraitin yaradılması Bayım müəllimin dövründə rayonumuzda neçə layihələr həyata keçirildi. Mən deyərdim ki, bu layihə o layihədən daha sonra yüksəkdir. Çünki bu bəhsizlik edilir, təmizlik, rayonumuzun hər bir sahəsində görülən işlər təqdir layihədir. Bu, Yadırva xanımla bizim birgə keçirdiyimiz görüşlərdə bu ekologiya ilə əlaqəli bu danılmazdır. Bunu aradan qaldırması üçün böyük dəstəyə ihtiyacımız var. Bu dəstəyi, bu şəraiti başçımız Yadırva xanım hesabı ilə əlbət olaraq, köməklik olaraq bunu yaradır. Mən ümidvaram ki, çox hamiləcəm. Bu dəstəyin həyata keçirilməsində nəinki Əsgərabad bələdiyyəsi olaraq, qonşu kəndlərimizdə, rayonumuzda da bir maksimumlarımızda əlimizdən gələn rahmanlıqla dəstək olacaq. Və çalışacaq ki, kəndimizdə hər bir küçədə imkan daxilində təmizliyə, ləyaqətlə və təmizliyə nizəliklə həyata keçirilməsində kömək göstərir. Yadırva xanım, biz sizinlənik, sizin dəstəyi bəyənirik. O bəhv edilədiyim kimi, Bayım müəllimin rayonunda çox layihələri dəstəkdir. İlk işin dəstəyi Bayım müəllimin dəstəyi keçir. O dəstəyə iş qoşularaq Əsgərabad kəndinin bələdiyyəsi olur. 100% kənd işinlərimizdə qəmdir. Ardınızı olaraq sizin o yönləmədə təqdim edildiyi keçirildiyi dəstəkdə
Yenə çalışacağız ki, o birinci bilgilərdən verməyək, maksimum dərəcədə bu işlərdə dəstək. Teşekkür ederim. Çok sağ olun. Bu bir Ağsaqqal öydü, dəstəyi, köməyi, fikri bizim üçün bir motivasiyadır, yol xəritəmizdir. Sizlə biz bu yolu çıxdıq və mən şadım. Düzgün seçim etmişik. İnşallah digər icmalarımızın da həm rəhbərliyi ilə, həm icmalarla qismət olar yaxın zamanlarda görüşərik. Çünki biləsi var bizim evimizdir. Necə ki, evimiz var, biləsi var bizim evimizdir, dünya bizim evimizdir. Yəni ki, belə deyək, fəaliyyətimin tam əksi bir istiqamətdə layihə ilə bu il Biləsvara gəldim. Amma düşünürəm ki, bu heç də ümumi missiyadan və vizyondan kənar deyil. Bəli, yəni o, mən əgər illərlə qadınların problemi ilə məşğul olunsa, məişət toplantısının içərisində çirklənmiş dünyada ilk əziyyəti çəkən qadındır. Çünki qadın ana olmalıdır. Bugün ana olabilmək imkanı gənc qızlarımızın əlindən demək olar ki, əvvəlki Allahın təbii buyruğunla mümkün olmur. Bu da ondan irəli gəlir ki, təbiət həddən artıq, dünya həddən artıq çirklənib. Biz bu çirklənmiş dünyanın insanlarıyıq, çalışaq ki, pandemiyada necə ki, evə çəkildik, 6% emisiya qazlarının atmosferə atılması azaldı. Bu onu özü göstərir ki, biz təmizlik etsək, demək, o çirklənmiş dünyamızı zaman-zaman təmizləyə bilərik və yaxud da təmizləyə edilməsə, ən azı stabil saxlaya bilərik. Mən sözünüzü kəsərəm, çox üzr istəyirəm. Danışıqda bir şey yadıma düşdü. Mən davamlı inkişaf layihəsi üzrə Almaniyanın bir universitetində təlim keçmişəm. Və o davamlı inkişafda belə bir şey var idi orada, xarici dildə tədris olunurdu. Orada bir məqam var idi, bu günləri avtoqəzalar baş verir. Biz deyirik ki, gündə hər gün avtoqəza baş verir və nə qədər insan, amma ən təhlükəsiz nəqliyyat növü təyyarə deyirlər də. Amma deyir, ölüm şeydə belə deyək, sayına görə dünyada birinci yer təmizlik, suya görə ölümlər insanlar. Onda əhəmiyyəti var. Yəni, bugün yol qəzalarını, digər avtoqəzalarını, yəni bunlarda baş verən hadisələrdən nə qədər yəni onlara nisbətdə birinci yerdə sudadır. Haqqında danışdığınız həmin icmada da biz fəaliyyət icra olunacaq. Dediyiniz həmin fikir, yəqin ki, sizin ümumiyyətlə bu bizim fəaliyyətimiz haqqında %100 bildiniz, tam olaraq məlumatsızsınız. Ona görə bugün konferansa çağırdıq, biraz da yubanmışdınız. O barədə əvvəl biz danışdıq. Sizin icmanızda bu 8 kənd icmasının içindədir. Dediyiniz həmin o fəaliyyət icra olunacaq kəndlərdən biridir. Bələdiyyənin sədri də Qədir Abbasov buradadır. Biz o barədə məlumat verəcəyik. Buyurun, Qədir bəy. Məsrur xanım, Qədir bəy görüləcək işlər haqqında bilgi verəcək. Bir adamın tərbiyyəti bəzən boğazlar yukarıda geçen yaşlaması. Aynen bizim təsir rəhbərlərinin simalarını bilir və həqiqətən kökə insanın tərbiyənin keçirilməsini yapılan təşkilində həmişə dəstək verir və verir. Mən Ləman xanımlarda biz təşəkkür edirəm, geniş ətraflı məlumat verdik və o qədər geniş ətraflı məlumat verdik, bəzi şeylər mən yadımdan çıxdı. Mən şəkili yadımdan çıxdı. Mən həmişə düşünürdüm ki, məsələn, 5-6 il bundan qabaq, biz deyəcək ki, parlamentarların yolu təmizləyir görəsən. Bunu mən həmişə düşünürəm. Eyni zamanda bunu həmişə düşünürəm ki, görəsən ki, şok kollektorda yesibiqat. O ona atan kimlərdir, ona atan pisik. Küçələri görəsən yesibiqatdır, ona atan pisik. Başqa da onu gətirib atırmış. Eyni zamanda, tutaq ki, bizim kəndlərin içərisindən böyük su kanalıdır, buğan su kanalıdır. O kanala zibillər atan kimlərdir. Onu görə başına şey yoxdur. Keçən illərindən qısa bir şey deyildir. Keçən illərindən matematik məsələ barədə danışanda belə fərq edir ki, mən onu sözü görürsən. Biz günlərlə mənim ətrafımda buna biraz məsələ yanaşır. Və bu illərdə o tədbir keçiriləndə mən düz söz deyirəm. Bizdə kənarda olanlar bir şeydə bir məsələ namilərdir. Şəkil çəkəcəklər yoxdur, məsələ keçirir, şəkil çəkirlər. Siz ora bekara yerə gelirsiniz.
Bu təlimlər keçdikcə biz əminlik yaradır. Mən iş təlimində hesab edirəm ki, bunu bizim kəndinə aiddir. Sonra da mən Adıma bu geniş bir yasırlığını götürəndə mən də buna qarşı biraz inan həddindən artıq artdı. Çünki Əsgərabaddan belə götürülür, bu geniş bir layihə olacaq, iminci yaradılacaq və bəzən də fikirləşmək ki, iminci bələdiyyə yaradılacaq və bələdiyyədə yaradandansa burada daha da söz-söhbət genişlənəcək. Bundan sonra mən bu xeyr, bu bələdiyyədə də yaradılacaq, ayrı bir iminci yaradılacaq və bu təlimdə iştirak edəndə və qeyri-edəndə bunun üzvü olacaq və burada geniş bir demək layihədir. Bu layihələr demək danışırdı, tutardı, layihələr özünün gördü və tamam bizə əminlik yarandı ki, bu layihə gözəl bir layihədir və hamımızda bu layihədə demək iştirak edənlər bu layihə tövbəmizdir. Bu işə qərəzli yarışmaq olmaz. Borçvərədə də bu zibil var, döyüşündə də var, əməliyyatda da biz bunu görürük hamısı. Və bizim apardığımız tədbirlər, bu fəzailə görür, Sarısı müəllim də görür, Əlişət müəllim də görür. Bizim apardığımız tədbirlər, tüm siyahlar, ondan sonra texnikalarda tutmuşuq, Əlişət müəllimlərin öz şahiddir, fəzailə buradadır, Sakit də buradadır. Biz hətta texnikada hazırlanmışıq, o süvəriyə də göndərmişik, amma bu öz faydasını deyil. Bir dəfə gedib sanırıq, gələn dəfə həmin şeyi əməl edir. Və bunun fonunda bu ilimciliyi yaradılması bizim işimizi böyük dəstəkdir. Mən öz təşəkkür edirəm, Vahid bəndən, Asaman xanım sizlər, İsmi qədər Ləman xanım sizlər. Bu böyük bir layihədir. Biz bunu genişlə fikirləşəndə, ki, bu ilimci genişlənəcək. Zaman gələcək, bu ilimcilərimiz bələdiyyədə müqavilə bağlayacaqdır. Mən belə fikirləşirəm, mən düşüncəm qədər. Zaman gələcək. Bu zibilliklər parqonlara tüdür. Mən bunu düşüncəm, özü qısa bir zamanda olacaq, mən belə fikirləşəm. Mən sıra bir faydalarını danışacağım. Bu barədə ətraflı məlumat verir. Zaman gələcək, orada zavodlar tikiləcək. Bəhtundan tullantılar, ondan sonra yumuşaq tullantılar, kalsiyum materialları hansı ayrı olacaq. Bu ilimcilər, bundan vəsaiti çox güzel. Ləman xanım, öyrənmən bir şeyə baxmışam. Fahid mən həmişə ilimci yaratdım. Mən baxıyorum ki, bələdiyyə ilimci yaratılır. 144 min mənfəət vericiləri bələdiyyə daxilində olur. 144 min. Baş şəhərində ilimci yaratılır. Ona 144 min ilimciden. Mən fikirləşirəm ki, indi bir yaradılan ilimci var. Burada kim rəhbər olacaq, kim işçi olacaq, kim mənə işçi olacaq. Gələcəyin tövbəsidir. Mən hesab edirəm ki, bu ilimciyə biz daha yaxından yanaşmalıyıq, buna daha böyük qüvvə verməliyik. Mən əminəm ki, gələcəkdə bunun faydalıdır. Qısa bir gələcəkdə, uzun bir gələcəkdir. Qısa bir gələcəkdə Adaközü və emercilik fəaliyyəti gedir. Mən sizi xoşlayıram. Təşəkkür edirəm Qədir bəy. Yəni, maraqlı təşəbbüs Fox Group görüşündən Qədir bəy bizim bu fikrimizi dəstəklədi. Biz də ona təşəkkürümüzü bildiririk. Qədir bəy, siz edəcəksiniz. Buyurun. Mən də Oğuzhan'a salam edirəm. Bugün həqiqətən də elə bir adım atılır ki, bəlkə də Azərbaycan, bəlkə dünya özümüzü göstərir ki, həqiqətən biz təmizsevər insanlarıq. Təmizlik gözəllikdir. Hamımız deyil, biz də mən də deyirəm. Həqiqətən də insanların hamısı eyni şiirə düşünülür. Bu tədbir başlarında bizdə də insanlar bəzi mənfi fikirlər bildirdi. Ancaq həqiqətən görüşür ki, bizim bu işimiz sonunda nəticə verəcək və bu işlərə zəhməti olan Tavan xanım çox əziyyət çəkib, kəndlərdə, hamısında tədbirlərdə iştirak edib, insanlarla təlim aparmaya saldı ki, bu iş belə deyil, biz də dəstək verməliyik, bu işi axıra çatdıraq. Ümidvaram ki, gələcək nəsil bizə vaxt gedəlim, hərin simdindən tut getməz, gələcək nəsil fikirləşəcək ki, bu işi quranlara Allah rəhmət edəsin. Allah da ələni cansar bu rəsim yaşayan. Görəcək ki, həqiqətən də təmizlik, bir dəqiqə sivillik baş alıb gedir. Hər yerdə, o xanım dediyi, onun bəlkə də biz biləyər, ancaq düz deyir. Kətlərdə elə bir vəziyyət yaranır, mən Təzəqətdə bələdiyyə səhətdə işləmişəm, 4 yerdə zibilxana var idi. Hər bir zibilxananı mən hər ay adam tutmuşdum, təmizlətdirirdim, yığırdım, götürdürürdüm, yerində həmin şey. Çünki insanları mühakimləndirmək lazım. Bakın, sağlıqlarını düşdü, zibil bırakmaqla sən təbii o havanı körləyirsən, sonra insanlara zəhərləyirsən, xəstəlik yaratırsan. Başa düşən yoxdur. Onları biz gələcək, bizim də borcumuz işimiz olacaq ki, onları mühakimləndirək ki, bu işi
müsbət dərəcədə həllini tapar. Sağ olun, var olun. Daha doğru razılıyam. Həqiqətən də sizin bu işiniz, bu adınız çok yüksek seviyede qiymətləndirilməlidir. Bütün rayonun kətləri də, düzlər, 8 kəndinin hamısında biz söhbət edir. Bunu həqiqətən də biz söhbətlərimizdə aparıb özəldir. Böyük bir işdir. Sağ olun ki, bu işin ağırlığını üstə götürürsünüz, bu işi yerinə getirirsiniz. Çok sağ olun. Çok sağ olun. Teşekkür ederim. Bilirsiniz, yani bir insan gerek her hansı bir məsuliyyəti çiynine alanda birinci o çiynini o məsuliyyəti çekebilmeyeceğini özü başa düşsün. Ben bugüne kadar bayaq dedim, yani sadece layihə olsun, bir belə gəldim, toplandım, gittim. Belə bir fəaliyyət və təşəbbüs icra eləməmişəm. İstər dövlət müəssisəsi rəhbər olduğu müddətdə, istərsə də qeyri-hökumət təşkilatında, yəni bir insan olaraq çalışmışam vətəndaşa, vətəndaş qisminə nəysə edə bilim. Bu da öz yaşadığım icmaya mənim verə biləcəyim töhfədir. Siz çox gözəl qeyd elədiniz ki, hamı bu dünyada köçəridir, amma bu dünyamızı qəşəng yaşayar, hamı arzuladığı kimi yaşasın. Amma mən tərcüman vaxtından belə bir fikir var idi. O, məndən sonra bir Allah atan rəhmət eləsin kəlməsi deyilsin. Yəni, bugün əgər mən atamın Allah atovu rəhmət eləsin, filan kəsin qızısan kəlməsi ilə özümü xoşbəxt hesab edirəmsə, qoy məndən də sonra mən etdiyimi, mənim övladlarım xoşbəxtliyi yaşasın. Hamınıza çok teşekkür ederim ama gedişatda bir şey diyeyim ki bu sadece bir fəaliyyət değil, bir insanın içinden gelen sevgidir. Məhbubə xanım buradadır. Bizim layihəmizin də axırıncı təlimi ətraf mühitin abadlaşdırılması, yaşıllaşması. Məhbubə xanımı bəlkə də tanımırsınız, amma Məhbubə xanım Bəhdili icmasında hamı gözəl tanıyır. Birinci bizim təşkilatın Bəhdili rəhbəridir. Uzun müddət belə deyək, Qadın Resurs Mərkəzi olduğu müddətdə onun ən fəal bir üzvü olub, sahibkardır, kiçik sahibkar, amma onun ən böyük fəaliyyəti bu kəndinə, dünyasına verdiyi töhfə. Ən azı bir 200 metrdən çox bir hissəni bir cənnətə çevirir. Götür kameranı, gel fotosesiyaya olur. Onu bu xanım öz maliyyəsindən əziyyət çəkib, 5 manat pul qazanır, bu qazandığı pulu bazar günü aparıb, bazarda o 2 dənə gülçəyə verib. Baxsanız, girin, Qəbristanlığa gedən yolda hamısı Məhbubə xanımın zəhmətidir. Məhbubə xanımın eyni zamanda, bunu nəyə görə deyirəm, icmada bu cür insanlar, Məhbubə xanım, baxın bu digər icma rəhbərləri də sizin tanısın. Məhbubə xanım kəndin icma töhfəsilə kanalın üstündəki körpünün salınmasına qədər təşəbbüs etməyə müdürət edən insandır. Bizim bütün icmalarımızda bu cür xanımlar və bəylərimiz var. Yəni, o icma lideri anlayışı ki, var ki, biz insanlarla görüşürdük, hər icmada bunlar var. Biz onlarla işləyək ki, o Ağarkənddə ikinci qisim bizi topa tutanlar, yadızdadır da, o topa tutan insanlar onların yanında gəlsin, yer alsın. Teşekkür ederim. Bir kəlmə deyim sizə fikrimi. Mən əslində heç bir vəzifə sahibi deyiləm, adi kənd sakiniyəm, amma ürəyimdən keçən oldu ki, sizə sözü demək olar ki, bəlkə də mənim söz fikirlərimdə biz bu dünyanı tutub getmək, üçüncüdən sonra bir iz qoymalıyıq. Nə gözəl olar ki, o izləri gözəl izlər olsun. Yadda qalan bu, çünki bizdən sonra bütün bağlarımız olan olası hiç belə. Bizdən gördüyüm işlər elə də böyük deyil, amma həmişə o düşüncə ilə baxmışam, o gözlə baxmışam kəndimizə. Gücüm çatdığa qədər bir işdə elədim, mən bizim bəyəkləşəndən bazara gedən köprü var idi, o çox yaraşıcı vəziyyətdə idi. Oradan uşaqlar məktəbə gedirlər, köprü aşağılar, qışın günün nəzər alsaq, orada nəsə ola bilərdir, qəlbə xasiyətlərdir. Mənim kənd cəmaatına müraciətim oldu, səslənişim oldu. Kimin gücü nəyə çatırsa. Biz o körpünü bir kənd olaraq bacarırıq. İndi o deyirlər ki, dua edirlər, ölənləri rəhmət. Mən onun birlikdən eşidirəm. Yəni, bacardığım qədər, əlimdən gəldiyi qədər, imkanı çatdığı qədər o işləri eləyən biri kimi rəhmət görürsün.
Həyatda söz olsunlar, paylaşın. Sağ olasın. Çayları hazırlasın ki. Buyurun, əlbəttə ki. Çok zaman yayınlarına vatandaşların bizlerde ve hamımızın görüşü, tarihini görüşü, bu şekilde sağlaşıyor. Hamımızın görüşü ki biz pazarlığımız kadar kentin geleceği için neyse için bugün ben Bağlılar Belediyesi'nin sədri, yani 2025 iki kendi birleştirip öncesine hem Zəhmədə var, hem de Bağlılar kendi belediyesi. O zibil meselesi hamımızın problemidir. Zibil kanalası. Aslına bakanda götürəndə bilərekten atanları var, bilməyəkdən atanları var. Özü çok təəssüf ki, o bilərekten olan adamlara baxanda adam tamam başka şey fikirləşir, nəyə görə bu sağladığım, bu əvvəllərin iləyəsi, bu işləri görür. Mən Mart ayının 7-sində başlayacağım, 2025, Mart ayının birindən bizim kənd, onda Zamandalı kəndində zibil məsələsi fazla daşıyırdı, sonra Bəyli kəndi qoşulmuşdu. Bu problemi biz həll edədik hər iki kənd üçün. Həftənin 2 günü Bağlılar kəndində işləyir, 2 günü Zəhmədə kəndində. Bugün 5-ci gündə, 6-cı gündə, 5-ci, 6-cı gündə Zəhmədə kəndində bizim lafet o zibili daşıyır, hər kəsən, arxasının damarına buyur və 2 nəfər qəbul düşür, bir də ətrafı götürmüşük, bir nəfər divarın başçısı. Sonrası cəmaat, kənd cəmaatı, hər kişiləri. Verən də var, verməyən də var, lakin çətin də olsa, çox ağır məsələdir. O kəndin ay ərzində 60-a yaxın lafet ay ərzində biz 60-a da çox, hər kəndləri. Biz Kaliforniya bir bağla bağlıcı Kaliforniya buna daşıdırdı. Yani bu bizim kendimdir. Problemidir. Bu zibil bugün yaydı. Zibilin miktarı daha çok olur. Yani isteyip yani çok çətin vəziyyətdə 7 saat 9'a kadar bu küçəlerde bütün küçələr. Ben onlara dedim bir tane yağış yağanda gəldi ki küçələrə rafetlər girməsin. Çünkü orada çəkilən yolları bir təzdən bərpa eləməliyik. Yəni yağış yağanda küçələr baxır. Ama qalan vaxtı bütün heç kimin zibil qabını da biz bəzi yerlərdə qoymuşuq. O da problem yaradır. Heç kim hamı deyir ki bizim evin yanına qoymaq. Ondan yəni falan 2 günə döndürür. Ama elan elədik. Evin qabağında axşam sabah səhər köyündən gələn vaxt gedəcək, əyələ gəlib görəcək. Bu qapının ağzından qoy, gördün gəlmədi, nəsə problem var, yenə qoy içəri, hiçbir şey dağıtmasın. Dağıdan onu yemək çətin olur. Qaldı ki, gözəlliyi, mən Bağlılar kəndində yaşayam, bizdən ağac əkimə, su problemi olmadığına görə bu yaşamısınız, bütün küçələrə biz o lazım olan yerlər məsələn, ən yapağı edib, ağacların təzən ağarılmasına yanında. Ona görə də bu konferans tek bize yok, hamı üçündür. Rayın təmizliyi hamı üçündür. Bayaq dedik, öz evimiz, örgülər rayımızda bizim evimizdir, resipamızda bizim evimizdir. Yəni, bunun gözəlliyi hamı üçündür. Çünki bu küçədə hamımız keçirik, o küçədə hamımız təsəlli tapırıq, hamımızın borcudur bu məsələlər həllində. Rayın ictimaiyyətinin köməklə həll edilir. Çox sağ olun. Teşekkür ederim. Çok sağ olun. Yani ümumiyyətlə layihənin tərkib hissəsində davamlılığında necə? Yox, elə mən demək istəyirdim. İnsan var ki, bizdə bugün bizim fəaliyyətin yanındadılar. Siz də öz fikrinizi bildirəcəksiniz. Bu, elə bunu deyim ki, biz bu MMC-nin davamlılığının içərisində düşünürük ki, eyni zamanda yaşlılığı təmin edə bilmək üçün az maliyyətli bir həm də yerli sorta uyğun, iqlimə uyğun ağac və gül tinklərinin əkimini və artımını da təmin etsin, yəni o MMC. Çünki kənd insanımız böyük imkanlara sahib deyil və gələn o baha qiymətli ağacları ala bilmir. Biz ona çalışacağıq ki, çox aşağı, çox bəlkə də heç maliyyəti olmayan qiymətlərdə biz o ağac və gül tinklərini
insanlara verməyi təmin edir. Bu da bizim layihənin davamlılığında öz əksini tapacaq. Mən istəyərdim ki, kim, yəni istəsə fikrini, gedişat üçün fikrini bildirsin. Arpay, üzürlü sayın, bəlkə də mən deyə bilməyəcəm. Azər bəy sizsiniz. Buyurun. Sonra, doktor, siz zəhmət olmasa Azər bəydən sonra. Doğrudan Nazirlər çox gözəl bir, mən deyərdim ki, belə bir təbliğ təşkil olunur. İlk öncə mən fədakar xanımlarımıza öz təşəkkürümü bildirməliyim. Və sizin kimi fədakar xanımlar və sizin ətrafınızda olan xanımları görəndə özümə də bir sual verirəm, biz nə iş görürük? Yox, mən həqiqətən, mən bu xanımların ki, o fəaliyyətini gördüm. Siz xanımsınız da, amma biz kişilik. Elə işlər var ki, biz görməliyik. Görürüm ki, bizimkilər nəsə elə bir mövzuya toxunursunuz ki, elə bir problemlə, mən deyirəm, üzvləridir ki, doğrudan da çox az nazarlı vəziyyət. Mən deyərdim ki, son günlər bizim bələdiyyədə, bizim də bir neytral zona var. Keçmişdə deyirlər ki, bura zibilxanadır. Bu demək ki, gətirib tökürlər, hərə bir gətirib maşınla. Neytral zona olduğuna görə başqa kətlərdə gətirib tökür. Mən özüm də yorulmuşam bu zibil yığılardan. Bəzi hissəsi deməli bizim Bəhramtəpə yol üstündə olduğuna görə həmin yolu prezidentimiz vaxtaşırı oradan keçirdir. Biz məcbur oluruq, gedib bunu bəzən əlimizlə gidirik. Sonra kəndin başqa hissəsində də var. Nəsə bu işin təşkili, mən deyərdim ki, çox vaxtında belə bir MNC-nin qurmaq istəyirsiniz, bu işləri görmək istəyirsiniz. Mən bu yaxınlarda təsadüfən biraz çox danışacağım, hadisələrdə. Təsadüfən Nərman-Kənddən bir kənd sakini bizim kəndimizə qonaq gəlmişdi. Mənə tanış elədi bir uşaq, dedi, bu çox yaxşı uşaqdır, çox zirəkli uşaqdır. Deyim, sən nə iş görürsən? Deyir, mən kəndin zibilini daşıyıram. Qəbirstanlıqda təmizlik işinə baxıram, orada ağac əkirəm. Başladı mənə göstərməyə ki, bax, bu qəbirlərin hamısını gündə, nə bilim, ayda 2 dəfə təmizləyirəm. Bakıdan bu xanım mənə bu qədər pul atır, o bu qədər pul atır. Demək, bu gündəlik qazancım, bu aylıq qazancım mənə danışdı, haradasa bir 1500 manata yaxın bu adam pul qazanır. Və əlavə olaraq o zibildən qazandığı pulu mənə deyir. Dedim, sən nə tərəfə, sən hansı maşınla daşıyırsan? Dedim, bu Jigulidir, bunun dəyər lapitim var, bunu boşuram onun arxasına. Artıq kənddə hamı bilir ki, adı nədir qardaşım? Ram. Demək deyir ki, hamı bilir ki, mən bu işlə məşğulam. Hamı zibilini yığır, saxlayır, mən gələn pulumu da alıram. Bələdiyyə də əlavə mənə əmək haqqı verir. O pula qarışmır. Bələdiyyə deyir ki, o pulu yığ qoyucuqla, amma sən bu zibili daşır. Görün, nə gözəl insanlar da. Günləri baxıram, görürəm ki, bura bizim siz, gəlin ki, bütün bələdiyyələri dəvət edən sözü. Amma bura aktiv bələdiyyələr gəlir. Yəqin ki, Dədə Qorqudun filminə baxmışsınız da, deyir, üzü ağla, ağçadıra, qız olan qızıla, olmayan vapşı etsin. Burada, mən tanıyıram uşaqlarımızın hamısını. Mən burada görürəm ki, bura gələn bələdiyyələr üzü ağ olan bələdiyyələrdir. Onların işi var ki, onlar bura gəlirlər. Amma bunlar bir nömrəli bələdiyyələrin işidir. Bizim icra nümayəndələr bilirsiniz nə qədər işi var. Valla bizə adətən deyirlər ki, siz niyə bu işlə məşğul olun? Mənim işim deyir, axı, mənim başqa işlərəm var. Sənin ekoloji komisyonu var, sizin 11 nəfər üzvünüz var, bunun 5-6-sı əmək haqqı alır. Siz bir mexanizm işləyin ki, bu zibili yığışdırarsınız. Kənd cəmatı neçə dəfə mənə müraciət edir. Mən də bu öz bələdiyyəmizdən, bu inci yazı danışıram. Burada sonra düzünə də deyərəm. Deyirəm ki, bunu siz rejimə salın bu işi. Bu cəmat bilsin ki, ayda 3 manat pul, onsuz da mən ayda 100 manat çayxanaya pul verirəm. Görürəm, burada çay içirəm, çaydan 1 manat, 2 manat verirlər. Arkadaş, 3 manatı verirlər, bunu rejimə salmaq lazım. Ona görə mən sizə böyükləri təşəkkürümü bildirirəm. Mən də ilk dəfə o vaxt bələdiyyədə işləyəndə qeyri-hökumət təşkilatlarından çox işləmişəm. Onlarla bir işləyəndə mən o vaxt dövr biraz da çətin idi, keçid dövrləri idi. Mən onlara deyirdim ki, mən sizlə danışanda elə bilirəm ki, başqa bir dünyanın, onlara deyirdim ki, siz elə bil ki, o bir planetdən gələnlər. Deyirdim ki, siz o elə bil ki,
siz o bir planetten gələn insanlarsınız. Çünki onlar bizi dinləməyə bacarırdı və bizə əvəzsiz olaraq elə bir layihələr verirdi ki, siz öz başınızın məhsulu ilə bu işləri gəlin buraxın, siz üçün bu kənddə bu işi 11 layihə həyata keçirdik. 14 kilometr son günlərimizdə 14 kilometr yolu bizə çıngılladılar. Gəlin görən bələdiyyələr işlədiyi dövrdə 14 maşın bunu tökə bilir. Tökə bilmir. Çünki onlar çox gözəl bir qurum idi. Onu saxlamaq lazımdır. Onu saxlamadılar. Bizimkilər yenə də öz missiyasını göstərdilər. Götürdülər, onlarda şikayət edildilər. Dedilər ki, siz qumu 5 sant yox, məsələn, 15 sant tökməliyik. Biz bilirdik ki, bu nələr var. O işləri görmək üçün müəyyən bir işlər var idi. Onlar da deyilməməli idi. Amma o işi görürdülər də biz. Ona görə biz sizi dəstəkləyirdik. Və bura gəlməyən bələdiyyələrdə, burada yəni icra strukturunun nümayəndəniz var. Bura gəlməyən bələdiyyələr də çağırsınlar, orada desinlər ki, siz niyə görə bu iclasdan qaçırsınız? Niyə bura gəlməyirsiniz? Mütləq azadlar. Əvvəl başlayıb üstünlük etdi kənddə, mənə arzu edirəm bizim kəndə də gələsiniz. Biz də öz gücümüzü, köməyimizi göstərək. O bələdiyyələr də görsünlər ki, başqaları yerdə bu işlər necə gedir. Və biz də hazırıq sizə öz gücümüzü, sizə kömək edəmək. Çox sağ olun. Dəstəkləyirik sizi. Teşekkür edirik. Yəni, biz sizə teşekkür edirik. Sözün həqiqi mənasında ağır bir təşəbbüsdür. Yəni, birdən-birə bir kəndin, belə deyək, Kurmandalı 10.000 əhalidir. Onun 2 icma rəhbəri var, kifayət qədər icmanın liderləri var. Yəni, biz birdən-birə 3 o cür icmaya girdik. Yəni, əhali sayına görə 3 kəndin yüküdür. Biz bunu etməyə qalxdıq. Bayaq dediyim kimi təkrarlayıram, biz onu bugünə qədər nəzəri tərəfini gətirmişik. Sözləşmə sənədimiz hazırdır. İnşallah yaxın zamanda MMC bu təsdiqini tapsın. O MMC təsdiqini tapmayacaq sözləşmə sənədində tərəf kimi onu Vergilər Nazirliyi gərək onu təsdiq eləyə. Artıq sənədləri təqdim etmişik. Yəni, biz qısa zamanda bu fəaliyyətə başlayacaq. Ağır bir təşəbbüsdür, bilirəm. Bir adım geri qoyulacaq bir iş deyil, götürülmüş bir ağır yükü biz bunu aparmağa razı olmuşuq ki, biz bu yola çıxmışıq. Razı olmasaydıq, mən pəncərədən baxırdım Sakit müəllimlə, Mavini və Qədir bəy çox böyük əziyyət çəkirdi. Belə yavaş-yavaş mən onlar tərəfə gedəndə Sakit müəllim dedi ki, Sakit müəllim, dediyinizi deyin də. Ki, bunu neyinəmək lazımdır? Elə bil ki, biz GHD-də olanlar, yəni adətən biz bir isim insanıq, bizə hadisəni deyəndə biz onu bir problem kimi burada yaradırıq, sonra məhəlli istiqamətlərini axtarırıq. Ocaqda bizdən asılı deyilik. Siz də bilirsə kimi ilişməlidir. Hə. Buyurun Sakit müəllim. Ben de herkese salam. Bugün bulaşık olanlara Fikirləşəndə ki, son 6 ildir fərqlərimiz, düzəltlərimizdir. Mən kəndi gedəndə bizim üçün nümayəndələr təsdiq edir. Lakin bu məsələlərdir, kəndin zibillə. Mən bu məsələdə Narmanlıqdan təşəkkür edirəm ki, biz kəndin əməkən Müslümanlarında şort kalesi için sağlayırıq. Orada təmizlik edildi, Nataman xanımı yaxınlaşdırdı. Yəni, hətta biraz qürəyləndirdi. Əslində baxanda o məsələ kənd icralarında sonra şəxsənlərin tələb etdiyinin əsas vəzifələrindən biridir ki, bu məsələdə necə olar ki, çıxar. Mən bu layihənin həyata gəlməsində 0,1 ayda olsa, mən belə təşkil olmaq belə bir layihə olsa, qeyri-ölçmə təşkilatçılığı, siz onu dəstəkləyin, gətirin cənab kəndlərlə. Mən də bu cənab icra nümayəndələrindən biriyim, üç dəfə olaraq tüm kənddə oldu. Mən icra nümayəndələrini hər yetisini özən deyəndə, bunlar hamısı məlumiyyət edir ki, nə vaxt olacaq, ilk bunu gəlin bir yerdən açmaq qanunu müzakirə edərim. Sağ olsun, Faiq müəllim tapşırıqəsində Azərbaycanda Nəmanxan icra nümayəndələrindən bilmişdik. Görüşün məktəbində bu ilk dəfə icrası keçirdi. Nümayəndələr hamısına belə kəldir buna razı oldu. Dəfələrlə kəndlərdə icmalarla görüş olduğunu təşkil edirik. Mən özüm tam aşağı bir arada həm görüşürəm. Digər icra nümayəndələri. Nümayəndələrimizin burada 30 susmağına baxmayın. Onlar bu məsələdə bu susmaq özlə bir razılıq deməkdir. Yəni, bunlar
bu məsələnin reallaşmasının yaxın vaxtlarda gözləyir. Mən də bu müayinəyə kənd icra müayinələri, digər icra müayinələri tərbiyəçilərin adından deyirəm ki, bu əslində baxanda bizim məsələmizdir. Günləri Namatanımıza olan istəyirlər təşkilatçılıq elədir, Namatanıma təsdiq olunur. Namatanım bu məsələnin ilgili edir. Əslində baxanda rəhbərlikləri qeyd elədi. Yəni bizim yaraq edən məsələdir, bizim məsələmizdir ki, Namatanım iləri sürür. Heç bir problem olmayacaq bu işdə. Mən özüm nümayəndə olsa da o gün gözləyirəm ki, kəndimizdə başlasın. Mən də o nətər o ferkan arxasında kəndə fırlanadım. Allah bilir, deyir gələn bu zibir meşorunu şahədə atmağa hazır. Öyle biləm ki, bütün icra müayinələrində bu mənim bu şəkillər razı edəcəklər. Müqavilənin bağlanmasında güvenliyi rəhbəri kim olacaq, şu an demişəm, bir kəndləri gəlməyə hazır. Hər bir baxımdan sonra günlərinin yəni həm ixtiyarın, həm belə üzüm var ki, vətəndaşlardan xariş edeyim ki, bu işlərdə dəstək olsun. Bu işlə hamımızı uğurlar arzulayıram. Mən elə başa düşünürəm ki, yaxın vaxtlarda bu layihənin praktiki olarak fəaliyyəti görünəcək inşallah. Hesabatımızı uzaqlığından təqdim edək agentliyə, ondan sonra biz artıq fəaliyyətimiz başlayacaq. Bir həkim kimi doktorun fikirlərini alaq. Buyurun. Salamlayıram sizə. Çox gözəl layihədir. Bizim rayonumuz üçün gözəl bir sizə, Rəmaxan sizə düzdür, çətin məsələdir. Kəvədən baxal üçün deyirlər ki, asanlıq həqiqətdir. Sizdə bir işə verilirsə, bunu axıra qədər sizdir, bizə hamımız köməkləşməli, seçilməlidir. Bu layihədə iştirak edən bütün bura gələnlərlə uğurlar arzulayıram. Kənarda çağırdan Natan xanım, bizdə doktor Tuqarın qardaşlarına deyilmişdi gecə. Nəyi deyirəm bunun üçün? Hacı Özbək orada şahiddir ki, bizə Bakıdan, başqa yerlərdə insanlar gəlmişlər. Baxdılar o rəssamlığa, şiroğa, asfalta, dedilər nə gözəl yaşayırlar. Halbuki bu bəzi şeylər də deməlikdir. Halbuki gördülər bəzi insanlar deyir ki, Fahir mənim özünə gəlmənin qardaşlarına asfaltlarına baxdı, minnətlərim bildirdi. Yoxsa bəzi insanlar da var ki, yəni onlara rezidensiya verirlər. Ona görə ki, biz deyil qardaşlarının asfaltını işləyir. Allah sizə can sağlığı arz edirəm, müvəqqətlər arz edirəm. Yəni, o qədər əlavə göz verdiyin ama artıq qardaşımdır. Biz adətən böyük olan yerdə sidaşlıq, ədəb qaydaran gözür. Siz gözlə buyurduq. Biz böyük Yaraşaqlar Şurası icrasında Vahib Şahlıqsı gəldik. Orada mənim onun bizim məruzimiz orada gördük ki, vəziyyət yoxdur, ehtiyac yoxdur. Halbuki ona bizim müəllim kimi ona minnətlər var. Yəni da bizim dayoğlu olmadığı gedəcək, onu sözə elədik, o sildirdik. Yəni deyirəm ki, həqiq çətin məsələdir bu. Bu işdə hamıya müvəqqətlə razılıyıram. Sağ olun. Şey reaksiya vermə. Hacı qardaşımda olsa, çox o sahədə özünüz ki, rayonumuzun çox çətinliklərə qarşı gəlib, ancaq onlara güc gəlib. Nə mənədə güc gəlib? Onlara reaksiya vermə. Öz yaxşılığı ilə sizə hamıya müvəqqətlə razılıyıram. Çok sağ olun. Bizim indi yoldaşlar digər otaqda çay süfrəsi hazırlanır. Çox aşırım hamı keçsin, geçsin bir çayını, kofesini içsin. Ondan sonra gələcək xoş günlərdə yeni layihələr arzulayın. Bizim üçün də o layihələr vacibdir və xalqımızın xidmətində olmaq arzusuyla